PowerPoint proqramında mətnlərlə işləmək üçün nəzərdə tutulmuş bir sıra funksiyalar və əmrlər vardır ki, bu dərsimizdə sizi əsas funksiyalarla tanış edəcəm. Əvvəlcə PowerPoint proqramında yaradılmış bir slayda mətn qutusu necə əlavə olunur onu göstərim. Bunun üçün slayda əlavə etmək istədiyiniz yerə klik edərək, daha sonra şəkil çəkmə qrupunda yerləşən mətn qutusu əmrinə klik etmək lazımdır. Və artıq slaydın üzərinə gəldikdə gördüyünüz kimi bu işarə qeyd olunur ki, bu da mətn qutusunun hardan başlayacağını göstərir. Və mən mouse'un sol düyməsini 2 dəfə basdıqdan sonra mouse'u hərəkət etdirməklə mətn qutumun hansı ölçüdə olacağını təyin edirəm. Və mouse'un sol düyməsini buraxdıqda gördüyünüz kimi mənim mətn qutum yaradılmış oldu ki, bura istənilən bir informasiyanı daxil edə bilərəm. Gördüyünüz kimi web server yazısını daxil etdim və artıq mənim mətn qutumda bir informasiya mövcuddur. Mətn qutusunu istənilən slaydın hər hansı bir yerinə hərəkət etdirmək üçün mətn qutusunun sərhəddinə bir dəfə klik etməklə və mouse'un sol düyməsini mətn qutusu üzərində hərəkət etdirməklə, yəni sol düyməsini 2 dəfə basdıqdan sonra hərəkət etdirməklə mətn qutusunun yerini dəyişə bilərsiniz. Mətn qutusunun ölçüsünün böyüdülməsi, kiçildilməsi, eninin və uzunluğunun ölçüsünün dəyişdirilməsi gördüyünüz bu işarələr vasitəsilə yerinə yetirilir. Mən enini artırmaq istəyirəmsə bu işarəni seçirəm və artıq mənim mətn qutumun ölçüsü dəyişilmiş oldu. Bundan başqa mətn qutusuna daxil olan informasiyaları müxtəlif cür formatlaşdırmaq olar ki, bu isə şrift qrupunda yerləşən əmrlər vasitəsilə həyata keçirilir. Mən mətnimin hamısını seçdikdən sonra mətnin şriftini dəyişim. Məsələn, mətnimin şriftini Arial seçirəm və artıq mətnin şriftini dəyişmiş oldum. Digər mətn şriftləri seçimləri də vardır. Bundan başqa mətnin ölçüsünü də dəyişmək olar ki, məsələn 18 yox 44 istəyirəmsə ki ölçü olsun. 44 seçdikdən sonra mətn qutumun ölçüsü dəyişmiş oldu. Eyni zamanda ölçünün 4-4 artırılıb və azaldılması funksiyaları da vardır ki, məsələn gördüyünüz kimi bura klik etdikdə mənim mətnimin ölçüsü artırılıb azaldılmış oldu. Bundan başqa siz mətnin qalınlaşdırılması funksiyasını bu düymə vasitəsilə edə bilərsiniz. Kursiv yaradılmasını bu düymə vasitəsilə və altından xətt çəkilməsini bu düymə vasitəsilə yerinə yetirə bilərsiniz. Əgər əmri deaktiv etmək istəyirsinizsə, həmin işarənin üzərinə bir dəfə klik etməklə bu əmri deaktiv etmiş olursunuz. Rəngin dəyişdirilməsi isə gördüyünüz kimi müxtəlif rəng seçimləri vasitəsilə yerinə yetirilir. Məsələn, mən bu rəngi seçdikdən sonra gördüyünüz kimi mənim mətn qutuma daxil olan mətnin rəngi dəyişdirilmiş oldu. Mətnin dəyişdirilməsi üçün nəzərdə tutulmuş funksiyalar abzas qrupunda yerləşir. Hal-hazırda sizə burada düzləndirmə funksiyalarını göstərəcəm. Düzləndirmə funksiyaları mətni soldan düzləndir, mətni mərkəzə doğru düzləndir, mətni sağdan düzləndir və eyni zamanda kənarlara düzləndir funksiyalarıdır ki, gördüyünüz kimi cari olaraq mövcud olan seçim mətni soldan düzləndirdir, mətni mərkəzə doğru düzləndir mərkəzə və sola doğru düzləndir isə sola düzləndirir. Kənarlara doğru düzləndir funksiyası isə mətnin kənarlarından düzləndirilməsini təyin edir. Mənim mətn qutum üçün nəzərdə tutulmuş ən yaxşı seçim mərkəzə doğru düzləndirmə olduğundan mən bu seçimi seçirəm. Bundan başqa siz mətninizin istiqamətini də dəyişə bilərsiniz ki, bu da gördüyünüz kimi bu işarə vasitəsilə yerinə yetirilə bilir. Hal-hazırda mənim mətnimin istiqamətini 90 dərəcə, 270 dərəcə döndərilmiş və digər seçimlərdə hər hansı birini seçdikdə mətnim düzləndirilmiş olur və 90 dərəcə düzləndirilmiş funksiyasını seçdikdə mənim mətnim 90 dərəcə istiqamətində düzləndirilmiş oldu. Bu xoşagəlməli olmadığından əvvəlki vəziyyətə qayıdam. Bundan başqa mətnlər üçün nəzərdə tutulmuş markerlər seçimi vardır ki,
Markerlər gördüyünüz kimi işarəli və yaxud da ki, nömrələnmiş siyahılar ola bilər. Siyahılardan istifadə etmək üçün başqa bir slayd seçin və həmin slayd üzərində bu funksiyaları göstərin. Məsələn, bu slaydı seçdikdən sonra artıq mən markerləmə əmrindən istifadə edə bilərəm. Onu qeyd edim ki, markerləmə sizin daxil etdiyiniz informasiyaların siyahı şəklində göstərilməsini təyin edir ki, məsələn, mən bura klik etdikdə gördüyünüz kimi artıq mənim markerləmə funksiyam yerinə yetirilmiş oldu. Eyni zamanda siz siyahıların təşkilini nömrələmə vasitəsilə də yerinə yetirə bilərsiniz ki, bu da gördüyünüz kimi siyahlama seçimləri haqqında Word dəstəyimizdə olan proqramlarda daha ətraflı bu mövzuda danışmışdıq. Bu dərsimizdə sizə mətn üzərində yerinə yetirilən əsas funksiyaları göstərdim. Gələn dərslərimizdə görüşənə qədər.